Hər kəs salam, mən Murad İslamzadə. Mən Azərbaycan Texniki Universitetinin İnformatika Təhlükəsizliyi ixtisası üzrə təhsil alıram. Mən bu videoda sizə disk paket trezerdə şəbəkə qurulması və konfigurasiya mövzusunu addım-addım izah edəcəyəm. Videonun məqsədi şəbəkə cihazlarının düzgün birləşdirilməyi, VLAN-ların qurulmasını, router üzərində subinterfeyslərin yaradılmasını və müxtəlif marşrutlama protokollarının işləməsini sizə aydın şəkildə göstərməkdir. Bu videonu izləməklə siz həm nəzər biliklərinizi möhkəmləndirəcək, həm də praktiki bacarıqlar əldə edəcəksiniz. Çünki hər bir addımı real laboratoriya mühitində sınaqdan keçirəcək. Əgər sizin də şəbəkə texnologiyaları və kibertəhlükəsizlik sahəsinə marağınız varsa, bu video sizin üçün faydalı olacaq. Hazırsınızsa başlayaq. Mən ilk olaraq mövzu başlıqlarını verəcəyim və sonradan prosesi yerinə yetirəcəyik. İlk prosesimizdən söhbət şəbəkə topologiyasına giriş, disk paket trezerdə layihə quruluşu. Bura isə bu mövzuda PC-lərin, switchlərin və routerlərin qoşulma ardıcıllığı və kabel növləri, məsələn straight və crossover kimi kabellərdən söhbət edəcək. İndi ilk bu tapşırığımızdan davam edək. Bunun üçün ilk bu layihəni qurmaq üçün 4 ədəd PC. Bu PC ilk olaraq adı gələrkən üzərində PC0 olaraq gəlir və biz bunu sıra nömrəsinə uyğun olaraq PC1, PC2, PC3 və PC4. Sonraki prosesdə isə switch və routerları əlavə edəcəyik. 2 ədəd switch və 2 ədəd router əlavə edəcəyik. Bu switch və routerları network devices yerindən tapacağıq. Buradan ilk olaraq birinci switchimizi əlavə etməliyik. Switchimizi aşağıdakı switch hissəsindən, bunun da adını olaraq switch 1 və switch 2 qoyacağım. Və 2 ədəd router əlavə edəcəyik indi. Bunu isə router proses yerindən tapacağıq və bunu adını da digərləri kimi sıra nömrəsi qarşılıqlıq yaratmasın deyə sıra ilə qoyacağıq. Router 1 və router 2. İndi isə kabellə bir-birlərinə əlaqə olaraq tamamilə şəbəkə əlaqəsini quracağıq. İlk olaraq PC1-i switch 1 ilə və PC2-ni switch 1 ilə əlaqələndirəcəyik və istifadə edəcəyimiz kabel isə connection ağasından, copper straight switch kabelindən. PC1-in bildiyimiz kimi PC-lərdə sadəcə bir port olan faz EDN 0 portundan istifadə edəcəyik. Switch ilə əlaqə qurarkən ilk olaraq faz EDN 01 portundan, PC2-nin də faz EDN 0 portu ilə switch-in faz EDN 02 portuna əlaqələndirəcəyik. Yenə copper straight switch isə PC3 və PC4-ü switch 2 ilə bu dəfə əlaqələndirəcəyik eyni portlar sırası ilə. Sonraki prosesdə isə switchləri bu dəfə routerla əlaqə quracağıq. Sonra isə routerları bir-birlərinə əlaqə quracağıq. Bunun üçün yenə copper straight switch kabeli vasitəsilə switch 1-in faz EDN 024 portu ilə routerun gigabit 00 portunu eyni şəkildə switch 2 ilə də router 2-ni əlaqələndirmək üçün yenə switch 2-nin faz EDN 024 portu ilə routerun gigabit EDN 00 portuna əlaqəsini quracağıq. Routerlar arasında əlaqə isə copper crossover kabeli ilə əlaqə quracağıq və hər ikisindən gigabit EDN 01 portundan istifadə edəcəyik. Şəbəkə əlaqəsini qurandan sonra sonraki prosesimiz mütləq, yəni device-lara, şəbəkə cihazlarının hamısına IP ünvanları və subnet maskaları təyin etmək lazımdır. İlk olaraq PC1-in üzərinə tıkladıqdan sonra config hissəsinə gedib faz EDN 0 portuna daxil olduqdan sonra IPv4 ünvanı üçün standart olan 192.168.10.10. Bunun 10.10 olması prosesində sonraki qarşılıqlıq yaratmasın deyə VLAN-lar yaradılarkən istifadə edəcəyik. Siz burada 192.168.10.1 də qoya bilərsiniz. Mən müəyyən prosesləri yerinə yetirəcəyim qarşılıqlı olmasın deyə 10'unu qoyacaq. Subnet mask olaraq isə özü avtomatik təyin olaraq 255.255.0 olaraq təyin edilir. Sonraki prosesdə isə PC2 üçün configdə faz EDN 0 portuna daxil olub. Burada da 192.168.20.10 subnet mask isə özü təyin edilir. PC3 və PC4 üçün də həmin prosesləri yerinə yetirəcəyik. PC4 üçün isə IPv4 ünvanı 192.168.40.10 subnet mask isə həminki.
Eyni formada hər bir PC üçün isə default gateway-ləri də təyin etmək lazımdır. Bu müəyyən qeyd olaraq, yəni VLAN 10 üçün VLAN-ları yaradacaq və VLAN-lar üçün default gateway lazım olacaq və hər bir VLAN, məsələn VLAN 10 yaradacaq. İndi VLAN prosesinə gələn zaman göstərəcəyəm. 192.168 10.1 digərlərində 20.1 məsələn söhbət məsələn PC2-dən gedirsə, eyni formada 192.168 20.1 PC üçün isə 30.1 qeyd eləyəcək default gateway. İndi isə routerlar üçün IPv4 ünvanı təyin eləyək. Bu hissədə proses biraz qarışıq ola bilər. Qısaca izah eləsəm, məsələn, gigabit Ethernet 0-la biz switch-də əlaqələndirmə bir-birlərinə, routerla əlaqələndirmə zamanı yadınızdadırsa gigabit 01 Ethernet portundan istifadə elədik. İndi qabaqçı izahlarda görəcəyik ki, həmin məsələn subinterfeysdən VLAN 10 üçün tutam ki, VLAN 20, VLAN 30 və VLAN 3 yaradan zaman encapsulation dot virgül 10, 20, 30, 40 VLAN-lara görə dəyişir. Ona görə burada IPv4 ünvanı təyin edərkən VLAN-lara baxıb fikirləşib nəzərə almaq lazımdır. Məsələn, burada gigabit Ethernet 00-da biz məsələn indi birazdan konfigurasiya prosesinə gələrkən CLI hissəsində əllə yazıb konfigurasiya edən zaman orada həmin IPv4 ünvanlarının qabağınıza çıxacaq VLAN-ları yaratdıqdan sonra. İndi məsələn gigabit Ethernet 00 portunda məsələn ona uyğun VLAN 10 portunu qoşacağıq da həmin gigabit interfeysi. Məsələn 192.168 10.1 subnet maskımız isə özü avtomatik olaraq IPv4 ünvanı verəndən sonra subnet mask 255.255.0 verilir. Bu 24/24 üçün aid olur, amma gigabit 01-də subnet maskımız belə olmayacaq. Səbəb olaraq 255.255.255.0 olması bu maskda 24 bit şəbəkə ünvanı və 8 bit host ünvanı olduğu üçündür. Və yəni 192.168 10.0 şəbəkəsində olanda 256 ünvan olur. Və ona görə də yerdə qalan 2/1 olduğuna görə 256-dan 2/1 çıxanda 254 üçünü isə host olacaq. Gigabit indi məsələn 0.1 üçün bir-birlərini routerlarda əlaqələndirərkən yadınızdadırsa gigabit Ethernet 01 portu ilə bir-birinə əlaqələndirdik. Bunun IPv4 ünvanı isə 10.1 qoyacağıq. Subnet maskımız isə 255.255.252 olacaq. Bunun səbəbinə gəldikdə isə bunda isə /30, yəni bu /30'un mənası nədir? Bu maskda isə 30 bit şəbəkə ünvanı və 2 bit host ünvanı olduğu üçündür. Yəni 10.10.10.0 şəbəkəsində 4 ünvan olur. Məsələn 10.10.10.0 olanda şəbəkə ünvanı, 1 olanda router 1 üçün host olacaq, 2 olanda router 2 üçün host olacaq, 3 olanda broadcast ünvanı olacaq. Yəni buna görə də router arasında belə ingiliscə dili desəm point-to-point linklərdə həmişə /30 mask istifadə edilir, subnet maskından istifadə edilir. Çünki cəmi 2 host kifayət edir bu mövzuda. İndi isə bu router 1 üçün ünvanlar təyin olunduqdan sonra indi həmin prosesdən bir də router 2 üçün də həmin IP ünvanlarını təyin etmək lazımdır. Amma həmin IP ünvanları eyni olmayacaq. Çünki VLAN-lar ayrı olduğu üçün IPv4 ünvanı həm də hər router üçün fərqli olmalıdır. Fərqli routerlara eyni IPv4 ünvanı verməsi mümkündür. Zaten verdikdə özü Skopacı Trezor'da error göstərəcək ki, bu mümkün olmadığını göstərir. 00 portuna gəldikdə 192.168 30.1. Niyə 30.1 az öncə dediyim kimi yenə VLAN-lara uyğun olaraq qoyun. Yəni siz 3.1 falan da qoya bilərsiniz yenə. 00 255.255.0 qoyduq. Yenə həminki 0 söhbətini deyəndə 24 mask subnet mask 01-də isə 30/30 yəni 30 mask mənasına gəlir. Gigabit 01-də isə IP ünvanı 10.12 olacaq. Çünki dediyimiz kimi eyni olmağı qeyri-mümkündür. Hər şəbəkə cihazının özünə xas IPv4 ünvanı olmalıdır. Mütləq və mütləq. Tamam. Təyin elədik. Routerlər üçün də IPv4 ünvanları hər Ethernet portları üçün təyin olundu.
Mövzu birimiz qurtardı. Yəni şəbəkə topologiyasına giriş, disko paketəcili layihə quruluşunu bitirdik. Sıradakı ikinci prosesimiz də VLAN-ların yaradılması və konfigurasiyası. Bunun üçün switch 1 üçün VLAN 10 və VLAN 20, switch 2 üçün isə VLAN 30 və VLAN 40 yaratmalıyıq. Access portlar və trunk portlar hissəsindən də izah edəcəyəm. Başlayaq switch 1-dən. Switch 1-dən keçdikdən sonra CLI hissəsinə keçəcəyik. Biz zaten burada müəyyən prosesləri, məsələn IPv-lər verəndən sonra burada müəyyən proseslər gedir. Mən ən başa qayıtmaq üçün sizə tək-tək konfigurasiya etmək 2 dəfə exit verdim, başladıq. Ən başdan başladı. Switch üçün CLI hissəsinə girəndən sonra ilk konfigurasiyamız enable-dan başlayacaq. Qısaca N də yaza bilərsiniz, amma sizin üçün təzə olanlar üçün bütöv formada hamısını yazacağım. Qısa formalardan əl çəkəcəm. Enable yazdıqdan sonra bu prosesin nədir? Enable switch-in enable moduna keçirir. Yəni orada işarə gördüyünüz kimi bu işarədən slash işarəsinə keçdi. Yəni müqayisə işarəsindən slash işarəsinə keçdi. Sonra isə configuration terminal rejiminə daxil olmaq üçün bu switch konfigurasiyası üçündür. Configure terminal yazacağıq. Sonraki prosesimiz isə dediyimiz kimi ilk olaraq hər bir switch-in məsələn switch olaraq yazmasını demək istəyirəm. Məsələn onlara ad təyin etmək istəyirəm. Bunun üçün host name böyük hərflə S1 yazacağam və switch-in adını dəyişərək yeni adı olaraq gördüyümüz kimi S1 oldu. İndi isə VLAN-lar yaradaq. VLAN yaratmaq üçün ilk olaraq VLAN 10 yazırıq. Gördüyünüz kimi S1 config VLAN oldu. Bu VLAN 10 artıq yaradıldı. İndi bu yaratdığımız VLAN üçün də ayrıca bir ad təyinləyək. Böyük hərflərlə mən burada məsələn VLAN 10 yazmaq istəyirəm. Yazdıq. İndi isə VLAN 20 yaradaq bu üçün. Yazdıqdan sonra enter basdıqdan sonra bu VLAN 20 üçün də artıq VLAN 20 adını verəcəyəm. Bunun üçün isə name böyük hərflərlə yazaq ki, seçilə bilsin. VLAN 20. Artıq VLAN 10 və VLAN 20 yaradılmışdır. Bundan sonra isə bu portlar üçün portların VLAN-ların təyin edilməsi prosesinə keçək. Biz interface fast Ethernet 01 portundan istifadə edirik. Çünki PC-lərlə əlaqə edərkən bu portdan istifadə etmişdik, əgər yadınızdadırsa. Fast Ethernet 01 portu seçildi. Switch port mod access prosesi ilə bu kodu yazacağıq. Bu port access moda qoyulur və yalnız bir VLAN üçün VLAN-a qoşulur. Yəni yalnız bir VLAN üçün təyin olunmuşdur. Switch port mod access yazdıq. Yazdıqdan sonra indi switch port access VLAN 10 yazacaq. Çünki fast Ethernet 01 portu VLAN 10-a qoşulması üçün switch port access VLAN 10. Bu prosesin nəticəsində fast 01 portu VLAN 10-a qoşulur. İndi isə 02, çünki ikinci PC üçün qoşduğumuz üçün fast Ethernet 02 portundan istifadə etmişdik. Yenə switch port mod access yazaraq bu portda yəni portda access mod olur. Ondan sonra da VLAN 20 ilə əlaqələndirəcəyik. Biz hal-hazırda böyük yol qət etmiş olduq artıq. Fast 02 portu üçün də VLAN 20-yə qoşuldu. İndi isə trunk port konfigurasiyasına keçəcəyik. Bunun üçün isə fast Ethernet 024 portundan istifadə edəcəyik. Bu normalda switchlər arası bağlantı üçün olur. İlk olaraq yenə indi interface 024 portuna keçmək üçün interface fast Ethernet 0/24 portuna keçdik. Trunk modu üçün isə switch port mod trunkdan yazacağıq. İndi isə port trunk moda keçib və bir neçə VLAN-ı ötürə bilərik. Biz hər iki VLAN-ı da daxil edəcəyik. Bunun üçün ayrı-ayrı yazmaq ehtiyac yoxdur artıq. Switch port trunk
Alloy İngilis dilindən tərcümə edəndə eyni mənəcə VLAN 10 və 20-ni eyni anda ikisini bir yerdə ayrı-ayrı yazmaya ehtiyac yoxdur qısa formada. İndi hər ikisi üçün də bu trunk port yalnız VLAN 10 və VLAN 20-ni ötürəcək. İndi qısaca yadda saxlamaq kimi desəm, interface faz 024 port yazdı, sonra switch port trunk allot VLAN al. Al yazsaq isə sonra VLANların hamısı buraxıla bilər. Biz indi bu konfigurasiyanı yadda saxlamalıyıq. Prosesi yadda saxlamaq üçün isə write memory yazacağıq. İndi ilk olaraq az öncə bayaq dediyim kimi bütün VLANların hamısını buraxa bilməsi üçün trunk allot VLAN aldan istifadə edəcək. Interface yəni VLAN 10, VLAN 20 üçün də yazdım. Onun əvəzində zaten 2 dənə biz VLAN yaratmışdıq. Yenə də bu formada al yazsaydıq da yenə eyni prosesə gələcəkdir. Burada xəta verməsinin səbəbi çünki VLAN 10 və VLAN 20 artıq icazə verilib. Al desək xəta, əgər yazmasa birbaşa al yazsaydı bu proses olmayacaqdı. İndi bu etdiyimiz konfigurasiyanı yadda saxlamaq üçün ilk olaraq exit yazırıq. Burada konfigurasiyadan çıxarıq. Sonra write memory yazaraq elədiyimiz konfigurasiyanı yadda saxlayır. İndi switch 1 üçün Gigabit Ethernet 01 portunda trunk modunu yerinə yetirəcəyik. Gigabit 01 trunk rejimini keçirmək üçün ilk olaraq az öncə necə fast Ethernetlərdə elədik. İndi isə interface Gigabit Ethernet 01 yazacağıq. Gigabit Ethernet /01. Bir dəqiqə, bu niyə xəta verdi? Üzürü sayın kiçik bir səhv eləmişəm. Configuration terminal config modunu aktiv eləməmişəm. Aha, indi yaza bilərəm. Bir də yazmanın yenidən ehtiyac oldu. Copy paste edərək buradan səhvimi telafi edə bilərəm. Qoşulduq Gigabit 01 Ethernet portuna. İndi trunk modu üçün isə switch port mod trunk aktiv elədik artıq. Ondan sonra isə artıq Gigabit 01 trunk rejiminə keçirildi. İndi isə switch port non-ignite yazacağıq. Birinci yazaq ilk olaraq bunun mənasını sizə qısaca izah edəcəm. Bu trunk üçün DTP, yəni DTP Dynamic Trunking Protocol deməkdir. Bu DTP üçün danışıqları söndürür və port məcburi olaraq trunk olunmuş olunur. Qısaca özət olaraq dedim ki, trunk üçün danışıqlar əlaqəni söndürür və port məcburi olaraq trunk olur. Sonra bu prosesi yerinə yetirdikdən sonra non shutdown yazacağıq. Non shutdown isə portu aktiv edilir, yəni shutdown vəziyyətində idisə, əgər vəziyyətində idisə açılmış olur, aktiv edilir yəni. Ondan sonra isə portun vəziyyətlərini elədiyimiz konfigurasiyanı, yəni portların falan vəziyyətlərini görmək istəyirik. Yəni elədiyimiz işlərin nəticəsini biz görməliyik ki, həqiqətən elədiklərimiz bizim yazdıqlarımız bir işə yarıbmı? Onun üçün show interfaces Gigabit Ethernet 0/1 switch port yazacağıq. Enter vurdum. Nəticədə gördüyümüz kimi show interface Gigabit 01 switch port yazdıqdan sonra söhbət Gigabit 01-dən gedir. Switch portu enable'dır. Administration mode gördüyümüz kimi trunk moduna keçib. Burada trunking encapsulation.1 bu birazdan izah edəcəm proseslərini. VLANlar məsələn aktiv oldu. İndi biz məsələn internet burada capture VLANs allowed hamısına olmuş VLAN 10, VLAN 20 üçün hamısı üçün təyin olunub. Enter vurduqdan sonra yəni more hissəsini buralarda bütün proseslərin yeni yetirir. Hal-hazırda edildiyimiz nəticələr burada göstərilir. Sonraki prosesə keçək indi. Ümumi olaraq prosesi keçməyə ilk olaraq elədiklərimizin qısaca özətini yenidən izah verməli olsam, yekun olaraq VLAN 10 və VLAN 20 yaratdıq. Fast Ethernet 01 portu üçün VLAN 10 qoşulub, Fast 02 portu üçün isə VLAN 20 qoşulub. Fast
Ethernet 0.24 və Gigabit Ethernet 0.1 trunk port kimi konfigurasiya edildi və konfigurasiya yadda saxlanılır. Bunu isə write memory nəticəsində yuxarıda göstərilmiş ki, bu konfigurasiyanı yadda saxlamaq üçün istifadə olunur. Baxın, burada bu ildən configuration və OK olaraq təsdiqlənib. İndi bu prosesi biz eyni bu prosesləri switch 2 üçün edəcəyik. Sadəcə bu zaman onun üçün VLAN 30 və VLAN 40 yaradacağıq. Keçək indi bunu bağladıqdan sonra keçək switch 2. Switch 2-yə də serial hissəsini keçdikdən sonra yenə enable yazaraq enable moduna keçirik. Configure terminal element rejiminə keçmək üçün bu prosesi yazacağıq. Onun üçün isə VLAN 30 və VLAN yatmazdan əvvəl yenə adlarında qarışıqlıq olmasın deyə hostname S2 qoyacağam. Yəni switch ikinci switchin adını S2 qoydum. İndi isə VLANları yaradaq. İlk olaraq VLAN 30 yazaraq VLAN 30 yaratdıq. Adını VLAN 30 qoyuruq. X deyirik. Eyni formada yenə VLAN 40 yaradırıq. Name-də adını VLAN 40 qoyuruq. X deyirik. Config moduna düşdükdən sonra indi isə switch 1-dəki prosesləri yerinə yetirəcəyik. Bu dəfə isə buralarda hamısı demək olar ki, eyni şeyləri yerinə yetirəcəm. Sadəcə portlar falan eynidir. Sadəcə VLANların nömrələrinin fərqi olub. Qalan hər şey tamamilə eynidir. Buraların tamamilə eyni olduğu üçün mən müəyyən prosesləri yerinə yetirdikdən sonra sizə qısaca özət davam etdirəcəyəm. Vaxt ikisi yerinə yetirilməsin deyə və sırayla izah edəcəm. Mən bütün prosesləri yerinə yetirdim. Switch 3 üçün, switch 1 üçün etkiləmiş, switch 2 üçün də etdim. Sadəcə VLAN adları fərqi oldu. Yenidən başlasaq, enable moduna keçdik, configure terminal keçdikdən sonra hostname S2 adını verdik switch üçün. Burada VLAN 30 və VLAN 40 yaradıldı və onların adlarına VLAN 30 və VLAN 40 verildi. Burada interface fase 01 portuna keçildi. Switch port mod access verilərək burada məsələn ilk olaraq portların VLAN-ı təyin edilmə prosesinə keçiririk. Məsələn burada ilk olaraq port access moda qoyulur. Yalnız dediyimiz kimi bir VLAN-a qoşula bilir və bir VLAN-a qoşula bilməsi üçün burada VLAN 30 qoşuruq, no shutdown deyirik, X deyib çıxırıq, təzədən faz edəni 02-yə giririk. Eyni proses üstünə yenə port access moda qoyulur. Yalnız bir VLAN-a qoşulduğu üçün də buna üçün də VLAN 40 təyin edilir, no shutdown verilir, X verilir. Bu dəfə isə faz edəni 0.24-ə keçirik. Burada isə yenə trunk moduna keçirik və switch port trunk allowed VLAN 30 və VLAN 40 verər, onlar üçün təyin edilir. Gigabit 0.1 üçün isə non-negotiate deyilir. Bu dediyimiz kimi DTP işıqlarını söndürmək üçün, əlaqəni kəsmək üçün istifadə etmişdik. Aşağıda 0.24 portuna keçərək bütün trunk modlarını aktiv edirik. Enter, write memory veririk, yaddaşı veririk. Sonda isə show interface gigabit 01 switch port yazaraq etdiyimiz proseslərin nəticəsini görürük. Yenə name adını, switch portun enable olduğunu, trunk proseslərini yetirdiyimi, VLAN-ların məsələn trunk VLANs enabled al hamısını təyin edildiyini göstəririk. Switch 2 üçün də proses qurtardıqdan sonra sonraki layihə başlamamıza keçək prosesimizə yəni. Üçüncü prosesimiz isə router on stick konfigurasiyası. Bu isə subinterfeyslərin yaradılması. Subinterfeysdə bayaqların IPv4 ünvanlarını izah edərkən 192.168.30 məsələn 1 deyək. /24 bu subnet maskı 24 olduğunu göstərir. Tutam ki 192.168.41. Yəni subinterfeyslərin burada subnet masklarının 255.255.255 0 olduğunu göstərir. /24-ə bərabərdir. Ana interfeysin aktivləşdirilməsi prosesini. Bunlar isə bu proseslər hamısı isə routerlar üzərində ediləcək. İlk olaraq router 1-in üzərinə basaraq serial moduna keçirik. Konfigurasiya və kodların hamısını bir-bir yazacağıq. İndi hal-hazırda router on stick konfigurasiyası aparacağıq. Bu bir fiziki interfeys üzərində bir neçə VLAN üçün alt interfeys açması prosesidir. İlk olaraq routerda enable moduna keçirik. Enable bu dəfə yox, en yazacağım. Qısaca bəzi şeyləri artıq öyrənmək lazımdır. Configure terminal, config yazaraq eyni prosesi yerinə yetiririk.
Kommunikasiya rejimini keçdikdən sonra bu dəfə gigabit edenin 00.10 portuna keçəcəyik. Gigabit Ethernet 0.10. Bu prosesi yerinə yetirdikdən sonra gigabit 00 interfeysindən subinterfeys yəni .10 yaradıldı. Bu VLAN 10 üçün olacaq. İndi isə yazacağım bayaqlarım IPv4 prosesində qabağımıza çıxmış encapsulation modu encapsulation dot 1.10 yəni 10 burada VLAN 10'a görə adı qeyd olundu. Bu proses isə subinterfeysdə VLAN 10 paketlərini qəbul etmək üçün 802.1 G encapsulation konfigurasiyasını edir. Ona görə encapsulation.1.10 yazılır. 10 prosesində dediyimiz ki, VLAN 10 olduğu üçündür. İndi isə IP adres prosesi təyin etmək üçündür. Bu IP adresi söhbəti deyə bilərsiniz ki, biz az öncə IPv4 IP-lərini təyin etməliyik. Bu indi təyin edəcəyimiz IP adres VLAN 10 üçün, şəbəkəsi üçün router IP ünvanı verilir. Default gateway. Bunun üçün IP adres yazarıq 192.168.10.1. Bizim az öncə verdiklərimiz o prosesdə onlar hər bir şəbəkə cihazının özü üçün IPv4 ünvanı. Bu isə VLAN şəbəkəsi üçün IP ünvanı default gateway verilir. 192.168.10.1 subnet maskını da yazmalıyıq mütləq. 255.255.255.0 enter vurduq. İndi isə interfeys gigabit edəni 0.20'ye keçəcəyik. Çünki VLAN 20 ilə əlaqəsini qoymaq üçün. İndi VLAN 20 üçün başqa bir subinterfeys yaradılır. İndi isə yenə encapsulation 20 isə dediyimiz kimi bayaqlar VLAN 20'ye görə qeyd edilir. Bu da subinterfeys üçün VLAN 20 paketlərini qəbul edəcək. Yine IP adres, bu da dediyimiz ki VLAN 20 üçün router IP ünvanı yəni default gateway təyin olunur. Yine IP adres 192.168.20.1 subnet maskını təyin edirik. Yazdıq. Bu da VLAN 20 üçün router IP ünvanı təyin olundu. İndi isə fiziki interfeys aktiv etmək üçün konfigurasiyalar yerinə yetirəcəyik. Başlayaq interfeys gigabit edəni 0.0'dan. Ethernet 0/0. Əsas gigabit 0.0 interfeysi seçildi. No IP adres yazacağıq. No IP adresi isə fiziki interfeysə IP təyin edilməməsi üçündür. Çünki bütün bunların hamısı IP-lər subinterfeyslər olduğu üçün fiziki interfeysə IP-ni təyin etməyə ehtiyac yoxdur. Now shutdown edərək interfeys aktiv edəcək. İndi isə now shutdown üçün yazaraq interfeys aktiv edildi. Nəticədə router VLAN 10 və VLAN 20 üçün qapı rolunu oynayır. İndi VLAN 10'dakı cihazlar VLAN 20'dəki cihazlarla əlaqə saxlaya bilər. Sadəcə router vasitəsilə. Bu konfigurasiya nəticəsindən belə çıxdı. İndi isə digər interfeysin aktiv edilməsi prosesinə keçməliyik. Digər interfeysin aktiv edilməsi üçün ilk yazacağımız kod olan, yəni konfigurasiya interfeys gigabit 0.1'ə keçəcək. Çünki az öncə elədiyimiz 0.0'dan söhbət gedirdi. Ethernet 0/1. Router'ın başqa bir interfeysini seçdik. İndi IP adres 10.1 subnet maskını isə 255.255.252 təyin edəcək. Bu isə dediyimiz kimi subnet maskıdır və /30 olaraq təyin edilir. Bayaqlar host söhbətlərini qeyd eləmişdik. Bir də təkrar ehtiyac yoxdur. Bu interfeysə biz 10.1 yəni /30 ünvanı verilir. /30 demək kimi subnet maskıdır. Bu ünvan çox güman ki elə bir başqa router və WAN bağlantısı üçündür.
Çox güman ki, deyəndə kimsə söhbət VLAN, o digər VLAN-dan söhbət gedir axı. Naşatdan ilə interfeysi aktiv edirik. Yadda saxlamaq üçün isə write memory yazırıq. Write memory işləməyəcək, çünki biz burada konfigurasiya modunda yazmamız qeyri-mümkündür. İndi isə konfigurasiyada startup config-ə yazılır ki, restartdan sonra itməsin. Ona görə biz write memory-dən istifadə elədik. Yekun olaraq router 1-də etdiklərimiz router on ST konfigurasiyası VLAN 10 və VLAN 20 şəbəkənin arasında routing təmin edilir. VLAN 10 üçün 192.168.10.1 gateway, VLAN 20 üçün isə 192.168.20.1 gateway istifadə etdik. Əlavə olaraq gigabit Ethernet 01 interfeysi 10.10.10.1/30 yəni subnet maskı olan ilə başqa şəbəkəyə qoşulub. Bütün interfeyslər aktiv edilib və bütün interfeysləri aktiv etmək üçün biz istifadə etdiyimiz konfigurasiya isə gördüyümüz kimi burada shutdown istifadə etdik. İndi isə router 2 üçün bu proseslərin hamısını yenidən edəcəyik. Serializasiyasına giririk. Mən Sims 2-dəki olduğu kimi burada da router 2-dəki də proseslərin hamısını yerinə yetirəcəyəm. Sonradan yeni üzərindən özə keçəcəm ki, vaxt ikisi yerinə yetirməyək. Hamısını yenidən tək-tək izah verəcəyəm. Yeni başlayanlar üçün müəyyən problemlər yaranmasın. Router 2 üçün konfigurasiyasını yerinə yetirdim. İndi üzərindən özət olaraq izah verim. İlk olaraq Enable modundan konfigurasiya terminal moduna keçirik. Hostname olaraq, yəni router 2-nin adını R2 olaraq qeyd elədim. Interfeys gigabit Ethernet 0/030 olaraq, yəni gigabit Ethernet 00 interfeysində subinterfeys .30 yaradılır. Yəni bu VLAN 30 üçün olacaq. Sonra encapsulation.bigger 30 yazaraq subinterfeys VLAN 30 paketlərini qəbul etmək üçün yenə deyim ki 802.1G encapsulation konfigurasiya edilir. Sonra IP adres olaraq 192.168.40.1 sonra subnet maskını yazdım. Bu VLAN 30 yox, bu dəfə məsələn bəli VLAN 30-dan söhbət gedir. VLAN 33 şəbəkəsi üçün router IP ünvanı, yəni default gateway verilir. Eyni proseslər yenə gigabit 040 portu üçün yerinə yetirilir. Encapsulation modu yerinə yetirilir. VLAN 40'lar üçün hamısı yerinə yetirdikdən sonra gigabit Ethernet 00 portuna keçirik. Bu prosesdə fiziki interfeysi aktiv etmək üçün istifadə edirik. Gigabit Ethernet 00 interfeysi seçdik. Ondan sonra IP adres yazaraq fiziki interfeysi IP təyin etmədik. Yenə dediyimiz kimi, çünki bütün IP-lər subinterfeyslərdədir. Non-shutdown verə interfeysi aktiv edirik. Və nəticədə router 2 üçün VLAN 30 və VLAN 40 üçün qapı rolunu oynayır yenə. İndi VLAN 30-dakı cihazlar VLAN 40-dakı cihazlara əlaqə saxlaya biləcəklər. Sadəcə router vasitəsilə. Digər interfeysinin aktiv edilməsi prosesini gördüyümüz ki, interfeys gigabit Ethernet 01 portunu isə interfeysini seçirik. IP adresini təyin edirik. Bu IP adresində bu interfeysə 10.10.2 və 255.255.252 subnet maskını verdikdən sonra bu ünvan çox güman ki, yenə dediyimiz kimi başqa router və ya WAN bağlantısı üçün istifadə edə bilərik. Məsələn, fərz eləmək üçün istifadə edilir. Non-shutdown interfeys aktiv elədik. Yadda saxlamaq üçün write memory yazırıq və konfigurasiya startup config-ə yazılır ki, restart sonradan itməsin yenə. Yekun olaraq R2 üçün, yəni router 2 üçün edilənləri yenidən desəm, router on ST konfigurasiyası, yəni VLAN 30 və VLAN 40 şəbəkənin arasında routing təmin edilir. VLAN 30 üçün dediyimiz ki 192.168.30.1 gateway, 40 üçün isə 192.168.40.1 gateway yazılır. Əlavə olaraq da dediyimiz kimi gigabit 01 interfeysində 10.10.2 başqa şəbəkəyə qoşulub bütün interfeyslər aktiv edildi non-shutdown nəticəsində. Sonraki edəcəyimiz prosesi izah edeyim. Etməzdən əvvəl burada qurduğumuz şəbəkəyə diqqətlə baxsaq, artıq bütün cihazlar arasında əlaqəni yaşıl xətlə, yəni ki, prosesin həqiqətən də işlədiyini göstərir. Dördüncü proses isə routing quruluşu. Burada statik marşrutlarının əlavə olunması, sonra isə RIP, OSPF və ARP konfigurasiyalar və yoxlanması proseslərini yerinə yetirəcəyik. Bir şey əvvəlcədən qeyd etmək istəyirəm. Dördüncü prosesimiz nə idi? Routing quruluşu.
Bunları yoxlamazdan əvvəl istəyirəm ki, test və yoxlama əmrlərini yerinə yetirək, sonra rutin quruluşuna keçək. Çünki biz burada məsələn dediyimiz kimi əlaqələrin həqiqətən də işlədiyini şəbəkədən gözə yarı baxanda təyin olunur. Sadəcə həqiqətən işləyib işləmədiyini yoxlamaq istəyirəm. Bunun üçün məsələn switch 1 və switch 2-də VLAN-ları yaratdıq biz. VLAN 30, VLAN 40, 10, 20. Biz VLAN-ların yaradığını yoxlamalıyıq mütləq. Bunun üçün switch 1-ə girək. Serial modunu girdikdən sonra enable yazırıq. Ondan sonra show VLAN brief yazırıq. Bu show VLAN brief switch 1 və switch 2 üçün məsələn VLAN-ların yaradığını yoxlamaq üçün bir kod parçasıdır. Enter vurduqdan sonra bizə VLAN 1 üçün məsələn aktiv status aktiv yazır. Burada bütün portların məsələn hansı portlar aktivdir onları göstərir. Bizdə söhbət VLAN-ları yoxlamaqdan gedir məsələn. Bizdə məsələn portların aktiv olub olmadığı bizə ehtiyacımız yoxdur. Bu hissədə amma ehtiyacımız var. Baxın switch 1 üçün VLAN 10 və VLAN 20 statusu aktiv göstərir və faz VLAN 10 üçün yaradarkən faz edəni 01, VLAN 20 yaradarkən faz 02 portunda bir-birinə əlaqəsini təmin etmişdir. Switch 1 üçün baxdıq həqiqətən də VLAN-lar arasında əlaqəsi olduğunu göstərir. Biz hər ehtimala qarşı switch 2 üçün də yoxlamaq lazımdır. Bəli, burada da VLAN 30 və VLAN 40-a baxdıq statusuna aktiv olduğunu göstərir və faz 01, faz 02 EDNL portlarına, interfeyslərinə qoşulduğunu göstərir. Sonraki proses isə yenə switch 1 və switch 2-də bu dəfə trunk portun app və VLAN-ların daşıdığını yoxlamalıyıq. Yenə switch-in serial moduna keçdikdən sonra bu dəfə show interface trunk yazacağıq. Show interfaces trunk. Burada nəticəyə baxdıqdan sonra portların faz edəni 0.24 göstərir. Mod olaraq məsələn 10 yazıb. Encapsulation 8.1G yazıb. Status trunking təbii VLAN 1 olaraq qeyd edin. VLAN-ların icazəsini 10 və 20-ni göstərib burada. Bizim etdiyimiz proses həqiqətən də düzgün işləyir bu nəticəni görək. Yenə də hər ehtimala qarşı biz bu prosesi yenə switch 2 üçün də yoxlamalıyıq mütləq. Show interfaces trunk yazacağıq. Gördüyümüz kimi burada da VLAN 30 və VLAN 40 üçün yenə aktiv olduğunu göstərir. Encapsulation yerində, mod yerində, status da yerində, yenə bu proses də düzgündür. İndi isə subinterfeyslər və faz 01 app vəziyyətinə baxmalıyıq. Bundan isə routerdə baxacağıq ki, bu proseslərin konfigurasiyasını biz routerdə yerinə yetirmişdik. Enable moduna keçirik. Bu dəfə isə subinterfeys və faz 01 app vəziyyəti üçün show IP interface brief əmrindən istifadə edəcəyik. Show IP interface brief. Enter vurduqdan sonra interfeysə baxırıq. Gigabit edəndən 00 üçün onsuz da ehtiyacımız yoxdur. O bizə lazım deyil. Burada gördük subinterfeyslər bu ikisidir. Bəli, IP adresi bu təyin olunub. Metastat manual app, protokol app. Bəli, subinterfeyslərlə 10 VLAN 10 üçün təyin etdiyimiz və VLAN 20 üçün təyin etdiyimiz yerindədir. Gigabit EDN 0 üçün də təyin etmişdik. Onun IP adresi burada qeyd olunub. Hər şeyin prosesi düzgün qaydasındadır. Router 2 üçün də yenə hər ehtimala qarşı yoxlamağa dəyər. Yenə show IP interface brief modundan istifadə edirik. Bəli, burada da 30 və 40 üçün yenə proses yerinə yetirilib. İndi isə routerlar üçün, router 1 və router 2-də bağlı şəbəkələr görsənməlidir. Yəni connection olduğunu göstərməlidir. Bu üçün show IP route. Bu qısaca başqa bir dildə desən, routerin routing cədvəli kimi adlandırılır qısa adla. Show IP route yazırıq. Enter vururuq, baxırıq. Burada baş hərflərlə qeyd olunub. Burada proseslər məsələn 192, 168, 10.0 üçün proseslər yerinə yetirilib. Biz bunları sonraki proseslərdə dedim, RIP, OSPF və IRP proseslərində konfigurasiya və yoxlaması nəticəsini yerinə yetirdikdən sonra yenidən show IP route yazaraq routing cədvəlinə mən baxacağam. Buna bizim hal-hazırda ehtiyacımız yox idi. O konfigurasiyanı yerinə yetirdikdən sonra bu prosesi yenidən yoxlamaq mütləq lazımdır. İndi bizim lazım olan dediyimiz kimi
routing quruluşu, yəni RIP, OSP, ERP konfigurasiyasını yerinə yetirməyə başlaya bilərik artıq. İlk əvvəlcə statik marşrutlama etməliyik zaten. Bizim lazım olanlardan biri də odur. Edəcəyik isə routerlər üçün əvvəlcə nümunə yazaq. Router 1-ə daxil olaq. CLI hissəsinə daxil olaq. Enable moduna zaten keçirik. Configure terminal yazdıqdan sonra IP root 192.168.30.0 subnet maskını qeyd edirik. 10.10.2 IP root yazdıq. Burada konfigurasiya rejiminə keçmək üçün dediyimiz configure terminal yazdıq. Burada yazdığımız komanda hissəsində deyir ki, yazdığım prosesi izah edeyim ki, əgər məsələn biz 192.168.30.0 şəbəkəsinə getmək lazım olsa, bu trafik next hop, yəni 10.10.12 ünvanını, yəni router 2-yə göndərmək lazımdır. Biz prosesin bir də ki 30 üçün etdik, bir də 40 üçün edəcəyik. 40 üçün etdikdən sonra bu dəfə isə əgər məsələn 192.168.40.0 şəbəkəsinə getməli olsaq isə trafiki router 2-yə 10.10.2-yə yəni göndərmək lazımdır. Enter vuraq. Ondan sonra biz bu prosesi komandaları yerinə yetirdikdən sonra end'ə basırıq, yəni konfigurasiyadan çıxırıq. Etdiyimiz prosesləri write memory yazaraq statik marşrutlamadan söhbət gedir. Yəni ya da startup config-də saxlanılır. Nəticə olaraq bu prosesi izah eləsəm, artıq R1, yəni routerun adını R1 olaraq təyin edək. Router 1-də 192.168 X, yəni X deyəndə orada axırda biz zaten 0 təyin eləmişik və 43 şəbəkəni router 2 vasitəsilə əlçatan səviyyəyə gətirə bildik. Eyni şey indi router 2 üzərində də yazmaq lazımdır. Bu dəfə isə biz orada 10.2 şəbəkələrini router 1 üzərindən tapaq və əlçatan səviyyəyə gətirmək lazımdır. İndi isə router 2-yə daxil olaq. Configure terminal moduna keçirək. İndi isə configure terminal moduna keçdikdən sonra IP root 192.168.10.0 subnet maskını təyin edirik. Eyni prosesin indi digər 23-ün olanı da edəcəyik. Ondan sonra end yazırıq, yenə write memory'yə basırıq. Bu prosesdə isə yenə bayaqkının eyni forması, yəni artıq router 2 üzərindən də yazdıq prosesi yerinə yetirdik və router 2-də 192.168.10.20 şəbəkələrini router 1 üzərindən tapır və əlçatan səviyyəyə gətirir. Artıq bizim etdiyimiz şey statik marşrutlamanı yerinə yetirdik. İndi amma bizim digər edəcəyimiz şeylərdən biri dinamik marşrutlama. Bura dediyimiz ki, RIP, OSP və IRP tələb olunur. İndi bu prosesləri yerinə yetirək, konfigurasiyaları, dinamik marşrutlamanı yəni. İlk olaraq dinamik marşrutlamadan başlayarkən RIP-dən başlamaq istəyirəm. Router 1-ə daxil olaq, connect yazaraq configuration moduna keçdik. İlk olaraq RIP dinamik marşrutlama etmək üçün router RIP yazırıq. Bu RIP yönləndirmə protokolunu aktiv etmək üçün istifadə edirik. Router artıq RIP istifadə edərək digər routerlara routing məlumatlarını paylaşa biləcək. Ondan sonra versiyon 2 yazacaq RIP moduna istifadə edərkən. Yaxşı, versiyon 2-nin mənası nədir? Bu isə RIP protokolunun ikinci versiyası seçmək üçündür. Yəni ikinci versiyası artıq seçilmiş olur. RIP v2 ümumiyyətlə classless routing dəstəkləyir. Yəni subnet mask ilə işləyir. Qısaca variable length subnet mask istifadə edə bilir artıq. Sonradan bu router'a, prosesə izah etmək lazımdır ki, network 192.161-ci proses olaraq yazaq. 192.168.10.0 Bu router'a artıq deyilir ki, bu şəbəkə RIP vasitəsilə elan edilsin. Söhbət bu networkda 192.160.10.0-dan getmiş olur. Bu şəbəkəyə qoşulmuş interfeys RIP-ə artıq əlavə olunur. Bir də ki, bu prosesi məsələn network 192.168.10.0 üçün etdik. İndi bir də bunu biz 20.0 üçün etməliyik.
Burada artıq yenə RIP vasitəsilə elan edilən artıq bu ikinci şəbəkə olur. Yenə bu şəbəkəyə qoşulmuş interfeys RIP-ə əlavə edilmiş olur. Bir də networkda bu dəfə sadəcə 10-10-10 prosesində yerinə yetirəcəyik. Komandasını yazdıq. Bu isə RIP vasitəsilə elan edilən artıq üçüncü şəbəkəmiz olur. Bir dəfə dinamik maşınlamada no shutdown yox, no auto summary yazırıq. No auto summary isə qısaca izah versəm, RIP-in avtomatik olaraq classful summarization etməsinin qarşısını alır. İndi bunun summarization etməsinin qarşısını almasının məqsədi nədir? Əgər bu yazılmasa, RIP-in şəbəkələrini bəzən classful qaydada elan edilmiş olur. Yaxşı, bəs classful qaydada elan edilmiş olsa nə baş verəcək? Bu isə subnetlərdə problem yarada bilər deyə məcburiyyətdən biz summarization etməsinin qarşısını alır. Yəni classful RIP avtomatik olaraq o moda keçib. Biz bunun qarşısını almaq üçün isə no auto summary-dən istifadə edəcəyik. No auto summary. İndi bu prosesi bir də router 2 üçün də qeyd etmək lazımdır. Router 2-də serial modunu açırıq. Configure terminal yazırıq. Dinamik maşınlama yenə RIP prosesini yerinə yetirəcək router 2 üçün versiyon 2. Bu prosesindən yenə özet keçəcəyəm. Aha, mən bütün komandaları yazdım. Yenə dinamik maşınlamada RIP modundan istifadə elədik. RIP yönləndirmə protokolunu aktiv elədik. Version 2 dediyim kimi RIP protokolunun ikinci versiyasını seçirik. Biz bu şəbəkəyə qoşulmuş interfeys RIP-ə əlavə edirik 3 dənə şəbəkəni. RIP vasitəsilə elan edilən birinci şəbəkəmiz budur, ikinci şəbəkəmiz bu, üçüncü şəbəkəmiz isə budur. Yenə no auto summary vasitəsilə, yəni subnetlərdə problem yaradılmaması üçün istifadə olunur. Exit deyərək prosesi də yenidən bitiririk və write memoriya yaddaşa saxlayırıq. İndi routerlər üçün RIP dinamik maşınlamanı yerinə yetirdik. İndi ikinci maşınlamamız isə OSPF konfigurasiyanı yerinə yetirək. Router 1 üçün OSPF dinamik maşınlamasını edək. İlk olaraq configure terminal aktiv edirik. Router OSPF 1 yazacağıq. Bu zaman routerdə OSPF prosesini aktiv etmiş olduq. Router OSPF 1 yazaraq routerda OSPF prosesini aktiv edirik. Bəs buradakı birin mənası nədir? Buradakı bir proses ID-dir. Yəni yalnız router daxilində əhəmiyyətli bir şeydir. Digər routerlarda uyğun olması elə bir də vacib deyil, yəni mühüm daşımır. Bu prosesdən sonra yenə OSPF dinamik maşınlama üçün 3 dənə şəbəkə təyin edəcəyik. Network 192.168.10.0 0.0.0.255 area 0. Bu əmir 192.168.10.0 şəbəkəsini OSPF-yə qoşur. Bəs buradakı 0.0.255 nədir? Bu isə wildcard maskdır. Yəni subnet maskın tam tərsinəsi bir şeydir. Subnet mask bildiyimiz kimi nə idi? 255.255.255.0 kimi. Amma wildcard maskı isə 0.0.255 kimi qeyd olunur. Bəs area 0. Area 0 isə bu şəbəkədə OSPF-nin backbone area, yəni core areasına aid edilmiş bir şeydir. İndi digər şəbəkələrdə elan etmək üçün sadəcə IP ünvanında dəyişiklik olacağı üçün copy paste elədim eyni prosesi. Subnet mask zaten eyni qalacaq, area da eyni. Bu prosesdə yəni ikinci şəbəkə 192.168.20.0 OSPF-yə əlavə olunur və area 0-a aid edilir. Bir də üçüncü şəbəkəni elan etmiş olacaq artıq. İndi isə bu əmir 10.10.10.0 şəbəkəsini OSPF-yə qoşur. Çünki wildcard mask burada gördüyümüz kimi budur. Bu subnet mask 255.255.252 olduğu üçün wildcard da subnet maskın tam tərsinəsi olduğu üçün son hissədə 0.0.0.3 qalacaq.
Bu cür mask adətən point-to-point link, yəni iki router arası xətt üçün istifadə olunur. Bu proseslərin hamısını yenə eyni formada router 2 üçün də istifadə edəcəyik. Sadəcə bitirməzdən əvvəl router 1 üçün yadda saxlamaq lazımdır. Bir də router 2 üçün. Router 2 üçün də eyni əməliyyatları indi yerinə yetirək. OSPF dinamik marşrutlamanı. Bu hissəni də özətlə keçəcəm ki, vaxt itkisi olmasın. Router 2 üçün də OSPF 1 dinamik marşrutlama elədi. 3 dənə şəbəkə elan elədi. Proseslərini yerinə yetirdikdən sonra yeni dediyimiz kimi Wild maskdır bu. Subnet maskın tərsi nədir? Üçündə də 3 şəbəkədə də eyni prosesi yenə edir. Sadəcə müəyyən IP ünvanlarında fərqlilik oldu. Amma OSPF dinamik marşrutlamanı router 2-ci təyin edib, write memory olaraq yadda saxladı. Sonuncu dinamik marşrutlamamız isə IRP olacaqdır. İndi hər iki router içində o konfigurasiyanın komandalarını yerinə yetirək. İndi IRP konfigurasiyanı yerinə yetirək. Conf yazırıq. Bunun yazılış prosesi isə router IRP 100 olacaq. İndi bu komanda nəticəsində IRP protokolunu işə saldıq. Buradakı 100-ün mənası nədir bəs? Bu 100 ingiliscə məsələn autonom system number'dır. Qısaca AS number sayılır. Bu rəqəm IP prosesini təyin etmək üçün istifadə olunur və eyni IP domenində olan bütün routerlarda uyğun olmalıdır mütləq. İndi müəyyən necə deyim şəbəkələr təyin edəcəyik. 192.168 yəni IP ünvanlarını yazırıq yenə. Bu şəbəkənin 192.168 10.0-dan söhbət edir. Yəni IP yönləndirməsinə daxil olur. Router bu şəbəkəni IP ilə elan edəcək. İndi buna uyğun olaraq ikinci şəbəkəni elan edək. 192.168 20. Yəni bu şəbəkə də ikinci şəbəkəmizdə IP-yə əlavə olunur və router bu şəbəkəni IP-yə elan edəcək. Üçüncü şəbəkəmiz də elan edək artıq. 13-cü şəbəkəmizdə 10.10.0 IP əlavə olunur və bu adətən point-to-point linklər üçündür. Sonuncu olaraq no auto summary yazaraq automatic summation söndürülür. Dediyimiz kimi əks halda IP classful davranır və bəzi subnetləri düzgün elan etməz. Bu da dediyimiz kimi müəyyən problemlər yaradacaq. XDR bitirdik. Write memory yazaraq bu konfigurasiyanı yadda saxlayırıq. Eyni proses router 2 içində yazıb izah verəcəm özət olaraq. Router 2 üçün də IRP dinamik marşrutlamayı yeni yetirdik. 3 dənə şəbəkə elan etdik. Note auto summary yazaraq classful modundan çıxarırıq və sonunda write memory yazaraq prosesləri bitirərək yadda saxlayırıq. Artıq dinamik marşrutlamanı da yeni yetirdik. Mən sizə əvvəlcədən demişdim ki, müəyyən prosesləri yerinə yetirərkən demişdim ki, dinamik marşrutlamayı yerinə yetirək. Dinamik marşrutlamayı yerinə yetirdikdən sonra bunları yerinə yetirib yetirmədiyini yoxlamaq üçün show IP route, yəni dediyimiz kimi routing cədvəlini yoxlayırıq. Root yazaraq routing cədvəlini yoxlayaq və burada etdiyimiz bütün proseslər görsənir. Burada baxarkən etdiyim proseslər göstərir və həqiqətən də etdiyimiz ortalıqdadır. Burada elə bir iki hissə kimi ayırıb codes və gateway of last resort is not set. İlk hissədə C, yəni burada C connected, birbaşa qoşulu şəbəkə ya routerun bir interfeysi həmin şəbəkə fiziki olaraq qoşuludur, onu göstərir. L, yəni lokal, routerun öz interfeysinə təyin edilmiş IP ünvanı, yəni local host kimi ya qeyd eləyib. S statik, yəni statik yönləndirmə, şəbəkə marşrutu bir administrator tərəfindən əli ilə yazılıb. Yəni mən bu prosesi yerinə yetirdim, statik marşrutlandırmanı. R, RIP, O, OSPF, D də IRP dinamik marşrutlama söhbət edir. Yəni bu şəbəkələr marşrutların müvafiq yönləndirmə protokolu ilə öyrənilib. Biz bu prosesləri yerinə yetirdik və routing cədvəli onu izah edir. Sonradan məsələn burada C yazaraq burada izah prosesinə baxsaq, 10.10.30 burada izah elə bir router bu şəbəkəyə Gigabit Ethernet 0.1 interfeysi vasitəsilə birbaşa qoşuludur. 10.10.11 bu hissədə isə
Bu ünvan bu routerin bu gigabit DNS 01 interfeysinə təyin edilmiş IP ünvanıdır. Sonra 10 və 20 üçün gigabit DNS, yəni 0 və 10 üçün alt interfeyslərdir. Yəni bunda sub interfeyslər gedir adları. 192.168.10.0 üçün isə şəbəkəsi VLAN 10-a, 20 olan üçün isə şəbəkəsi isə VLAN 20-yə bağlıdır. Router bu iki şəbəkə arasında elə bir sanki belə izah eləsəm virtual körpü kimi çıxış eləyir. Elə bir A, B hissəsi kimi ayırsaq, A birbaşa elə bir qoşulu yeri şəbəkələr kimi, burada serverli, yəni connection və lokal. B hissəsi kimi adlandırılsa statik yönləndirilmə, yəni qısaca S hərfi kimi deyə bilərik. Bu hissədə yəni marşrutlar administrator tərəfindən əl ilə yaradılıb. Burada administrator yəni mənəm. Bu prosesdə hamısını sizə videoda əl ilə izahını verdim. 192.168.30.0 və 40.0 şəbəkəndə gedən bir paketim varsa, onu gətirib 10.10.2 ünvanına gəlib çatdırır. Yəni bunun mənasıdır bu hissəsində. Bu hissəsindən gördüyümüz kimi bir də sonda burada 1.0 var. Bəs bunun mənasını izah eləsə, burada elə bir inzibati məsafə, 0 isə metrik deməkdir. İnzibati məsafə bir mənbənin etibarlılığını göstərir. Statik marşrut üçün məsələn bir ən etibarlı mənbə kimi mənasına gəlir. Yəni birbaşa qoşulu ilə eyni. Xülasə elə bir qısa formada desəm, bu router aşağıdakıları şəbəkələrini bizə məlumatlarını, yəni cədvəlini göstərir. Bizə daxili şəbəkələri, xarici keçidləri, uzaq şəbəkələrin prosesini göstərir. Biz bu prosesi show IP route yazaraq router 2-yə yazsaq, bu proseslərin hamısını yenidən bizə eyni göstərəcək. Sonda dediyim kimi bu qeyd prosesini də yerinə yetirdik. Sonuncu tapşırığımız isə ad olaraq versək, burada proseslərin məsələn yaratdıq dinamik marşrutlamalar var, RIP, OSPF, IRP. Onların məsələn müəyyən qaydalarını yoxlamaq lazımdır. Tutalım ki, RIP-i götürür dinamik marşrutlama. Biz burada bunun məsələn RIP yaradarkən onun məsələn RIP-in qonşularını yoxlamalıyıq. Bunun üçün məsələn show IP protocols yazsaq, bunun nəticəsində bizə RIP dinamik marşrutlamanın qonşularını göstərir. İndi more hissəsini keçmək üçün enterə basıram. Burada məsələn routing information sonuçda gateway-ləri göstərir. Last update vaxtını da göstərir. Onun üçün şəbəkə IP ünvanı, IPv4 ünvanını göstərir, gateway göstərir. Bu show IP protokol yazaraq routing protokol IP-də IRP100. Bizim çünki bu router vasitəsində IRP100 dinamik marşrutlama da etdiyi, onun qonşularından biri odur. Ondan sonra RIP-in məsələn database-ini yoxlaya bilərik. RIP-in database-ini yoxlamaq üçün show IP RIP database yazaq. Yazdıqdan sonra burada etdiyimiz şəbəkə yaratmışdıq, şəbəkələri 3 ədəd şəbəkə yaratmışdıq, 3-4 ədəd. Onların hamısının database-lərin formasını göstərir. Auto summary olan ya class full modundan çıxdıqlarını göstərir və yaxud da birbaşa qoşulduqlarını göstərir. Bunlar üçün router 2 isə yenə proseslərini yerinə yetirəcək. Ondan sonra məsələn OSPF dinamik marşrutlama üçün eləsə, məsələn onun üçün nə ola bilər? Onun qonşularını yoxlayaq məsələn. Qonşularını yoxlamaq üçün yenə dediyimiz kimi show IP bu dəfə OSPF yazarıq. OSPF make board. Qonşularından bizə neighbor ID-sini verdi, adresini və interfeys, hansı interfeys gigabit portuna qoşulduğunu göstərdi. Database-ni də yoxlaya bilərik. Məsələn burada show IP OSPF database yazırıq. Bu da link ID-lərini, router'ın link states'lərinin falan hər şeyinin məlumatlarını bizə göstərdi. OSPF statusunu da yoxlaya bilərik, konfigurasiyasını da yoxlaya bilərik. Qısaca sonda konfigurasiyasını da yoxlayaq OSPF-nin. Running config section OSPF. Burada yaratdığımız 3 şəbəkələr var idi. Burada məsələn dedim wild masklarıdır. Bunlar da bunların IPv4 ünvanlarıdır. OSPF prosesində olan konfigurasiyasını yoxladı, nəticəsini göstərdi. Yəni bir də sonunda ERP-nin də biz IRP-dən, yəni onun etdiyimiz dinamik marşrutlamanın da nəticələrini baxaq, onun qonşularına baxaq. Nəticədə son tapşırıqlarımızdan biridir burada.
adresini, interfeysini, hər şeyini, segmentinin nömrəsinə qədər hər şeyini verdi. Bir də ki, konfigurasiyasında yoxlayaq etdiyimiz prosesi. Show IP RP topology. Burada kiçik bir səhv elədim. Etdiyimiz, yaratdığımız şəbəkələr, interfeyslər, hər şeyin məlumatlarını burada da göstərdi. Bir də ümumi statusuna baxaq ARP-nin. Show IP RP interface yazaraq ümumi statusda yoxlayaq. İnterfeysləri göstərdi, yəni hansı portlardan söhbət gedir. Ondan sonra peers burada 0.1 interfeysi üçün 0.10 və 0.0 subinterfeys 10 və 20'lər üçün 0'dır. Peers burada tərcümə isə həmin interfeysə qonşu olan ARP routerların sayını göstərir. Xmit QA-dən də danışsaq, bu da unreliable və reliable olaraq ikisi qeyd olunub. Etibarlı və etibarsız kimi paketlər 0. Bunlar elə də mühüm bir şey daşımır. Məsələn, buradakı sıfırlar isə məsələn multicast flow timer'dan danışsa, bu elə bir növbəti tutan ki bir paket göndərir. Bu növbəti göndərilən paketinin göndərməsinin qalan vaxtı göstərir. Zaten bunlar lab qabaqçı sınaq laboratoriya dərslərində zaten qabağımıza çıxacaq task olaraq. Biz müəyyən prosesləri yoxladıq, dinamik marşrutlamalarını yerinə yetirdik, onların qonşularını, topologiya izlətməsini və nəticədə routing cədvəlində yoxladıq və nəticədə həqiqətən də düzgün işlədiyini gördük. Sondakı yoxlamamız proses ping atmaqdır. Bəs bu nə üçündür? Elə bir tutam PC1 adlı bir kompüterdən tutam 292.168.30.10 ünvanlı ping əməliyyatını yoxlamaq lazımdır. Nə üçün istifadə olunur? Ping elə bir iki cihaz arasında şəbəkə əlaqəsini yoxlamaq üçün istifadə olunan ən sadə vasitədir. Bu ünvana çata bilərəmmi sualına cavab vermək üçündür. Prinsip olaraq belə izah edeyim. Kiçik məlumat paketlərini göndərir və hədəf cihazdan cavabları gözləyir. İlk olaraq məsələn ping ataq 192.168.30.10. Mən yuxarıda atmışam, sadəcə bir daha sizə izah vermək üçün istifadə elədim. Burada PC1-dən 192.168.30. Ünvanlı cihaza o bildiyimiz kimi PC3-ün IP ünvanıdır. Başqa bir məsələn kompüterdə də 4 ədəd test paketi göndərir. Nəticələr gördüyümüz kimi replay from 192.168.30.1 byte 32 time'lı TTL-ləri göstərir. Burada bütün 1, 2, 3, 4-cü paketlər uğura çatdığını və cavab gəldiyini göstərir. Bütün göndərilmiş paketin hamısı göstərir. Statistikalardan danışdım. Məsələn, burada Lost'un məsələn nə qədər itirdiyini, lost, receive, send belə bir şeylər var. Bunların mənası odur ki, elə bir məsələn 4 paketdən tutam ki 3'ü cavab aldı. Bu zaman elə bir 25% itki olur. Amma burada heç bir itki olmadı. %100 tam olaraq göndərib, loss falan yoxdur. 0%-ə bərabərdir, itki yoxdur. Bu prosesdə isə time 1 MSTTL isə bu cavabın gəlmə müddəti məsələn 1 millisaniyədən azdır. Yəni bu çox əla səviyyədə bir şeydir. TTL isə 126 idi. Bu isə paketin təxminən məsələn 2 router arasından keçdiyini göstərir. Biz burada məsələn PC-ni buradan göndəririk, switchdən, routerdan keçir, PC3-ə göndərir. Yəni biz birbaşa PC1 ilə PC3-ü əlaqələndirməmişik kabeldən, dolayı yollarla əlaqələndirmişik. Nəticə olaraq danışsam burada PC1 ilə 192.168.30.10 ünvanı arasında, yəni PC1 ilə PC3 arasında şəbəkə əlaqəsi var və ümumiyyətlə çox əla səviyyədə işləyir. Sonuna qısa bir xatırlatma eləyim ki, bu videoda özət çıxara bilsək. Bu videoda biz məsələn VLAN'lar yaratdıq, router on stick və routing protokollarını qurduq, müəyyən test etdik, ping nədir, ping atmasını izah elədik. Son olaraq sizə hər birinizə
bütün izləyicilərimə təşəkkürlərimi bildirirəm. İzlədiyiniz üçün çox sağ olun. Əgər suallarınız varsa şərhlərdə yaza bilərsiniz. Böyük məmnuniyyətlə oxuyub sizə geri dönüş mütləq edəcəyəm. Daha çox şəbəkə mövzu dərslər üçün kanalı izləmək və videonu bəyənməyi unutmayın. Sonraki laboratoriya mühitlərimizdə, sınaqlarda yeni bir şəbəkələr qurub onları edəcəyik. Müəyyən məsələn dinamik marşrutlamadan, statik marşrutlamadan istifadə edəcəyik. Sonraki videolarda görüşənədək.